Demək biz imtahandan uğurla keçmiş müəllimlərik. Hər birinizə bol-bol uğurlar. Əsas mərhələni, o çətin mərhələni geridə qoymusunuz. Müsahibə mərhələsində bizi nə gözləyir, hansı suallara cavab tapmalıyıq, necə hazırlaşmalıyıq? Artıq biz bu gündən dərslərimizi bu istiqamətdə planlaşdıracağıq. Demək müəllimlər, bizə lazım olan məqamlar. Biz hər birimiz düşünməliyik ki, bax bugün ilk saniyəmizdən, ilk dəqiqələrimizdən müsahibə mərhələsində biz hansı meyarlar üzrə qiymətlənirik. Yəni belə pərakəndə şəkildə getmirik də müsahibəyə. Bilməliyik ki, hansı meyarlar üzrə bizə qiymət verəcəklər. Bax bunu əvvəlcə mən sizin nəzərinizə çatdıracağam. Demək müəllimlər, mövzunu necə təqdim edirsiniz? Bax, biri budur. Mövzunu necə təqdim edirsiniz? Sizə 5 mövzu gələcəkdir. Həmin mövzu üzrə siz təqdimat edəcəksiniz. Mövzunu təqdim etmə bacarığınız. Biz orada çevik olmalıyıq. Verilən suallara konkret cavab verməliyik. Yəni dayanmadan, sözlərimizin arasında fikirləşmədən, sərbəst şəkildə mövzumuzu təqdim etməliyik. Sonra şagirdləri necə qiymətləndiririk? Bax, bunu yoxlayacaqlar. Biz şagirdlərimizi necə qiymətləndiririk? Bunu yoxlayacaqlar. Ən vacibi, hansı ki birinci bu olacaq. Özünü təqdim etmə bacarığı. Görün müəllim özünü necə təqdim edir. Yəni ilk əyləşəndə deyirlər özünüzü təqdim edin. Bax, buna görə də bal alırıq, özümüzü təqdim etməyə görə. Və pedaqoji prosesi təşkil etmə bacarığımız necədir? Yəni dərs prosesini, dərsi necə təşkil edirik, necə qururuq? Buna görə də bal alırıq və ünsiyyət bacarığımız necədir? Biz necə ünsiyyət qururuq? Ünsiyyət bacarığımız necədir? Buna görə də biz bal alırıq. Demək müəllimlər, biz daxil olanda, otağa əyləşəndə, ilk daxil olanda, sərgəli şəkildə çalışmaq lazımdır, ağ-qara geyimdə olaq. Sərgəli şəkildə biz daxil oluruq həmin otağa. Və burada çox belə necə deyərlər, sadə sırğı olmalıdır, qızıl parıltılı olmamalıdır. Yeriyəndə ayağımızda çox səs olmamalıdır. Belə kablukda olmasaq daha yaxşı.